Bu sobanın ölçüsü nədir? Hansı ölçüdədir? Ölçüsü barədə məlumat. 1.20-nin 1.20-yədir. 1.20-nin 1.20, yəni böyük bir ölçüdür, geniş bir Bəli, ölçüdür. çöl qazan ölçüsü isə 1.70-in 1.70-əndir. Ha, yəni böyük bir ölçüdür. Ola bilər videoda biraz balaca görsənsin. Çöl Təbii ki, ölçüsü bu 1.70-in. kilələrdən böyüsünü də yığa bilir. Yəni 2 metrə də yığa bilər. Maksimum neçəyə qədər yığmaq olur? Yəni istəyən qədər yığa bilərsən də. Yəni daşınan olmur. Daşınan olmur. Daşınan olmur. Daşınmayan olsa, məsələn daşınmayan olsa. Yəni yerində qalan olsa. Yerində qalan da, yerində yığılan istədiyin ölçünü yığa bilərsən. Məsələn 2 metrə, 2 metr yarım. Amma daşınan olsa necə? Daşınan olsa maksimum 1.30 yığa bilərsən də. İçərisindəki ağırlıq çəkisi çox olmaz. Yəni daşınan olanda İç ölçüsü maksimum iç 1.30, hissəsi bəli. 1.30, iç hissəsi 1.30 yığmaq olar. Ondan böyük yığmaq olmaz. 1.90 belə. Çöldən çölə də 1.90 olur. Daşına bilən Belə fırında. daşınmada çətinliyi olur. Daşınlıqda biraz hə, çünki kərpiclərin birinin çəkisi 3 kilo yarımdır. Yəni oradan Bəli, ağırlıq olur, yük olur. Amma daşınmayan olsa daha uyğundur ki, istənildiyi biz ölçünü hazırlaya bilir usta.